Selamun Aleyküm ve Rahmetullah. Bugün Q7 ve Yunuzeyler için esasen aksesuar olan bir yere gelmişik. Kardeş, size başladık. Neler var, neler yok. Salam, hər vaxtınız xeyir. Bu 207 bagaj üçün vanna örtüyüdür. Arxa silenyalar qatlanır. Bu qarmon kimi olan sonra keçir belə. Arxasında cırt-cırtı var, parçaya yapışır. Vanna örtüyü. Sonra belə 4 komplekt rüzqaviklərimiz var. Hamısı içindədir. Öz bütün alət ədavatlar hamısı içində. Orijinaldır. Burada da 207 yazılıb. Burada yazılıb. Sonra 207'ye uyğun belə balışlarımız var. Ve her rengde mevcut yani biləsiz. Ağ da var, narınızı da, qara da var. Biraz baxandıraq. Böyle şey uzamışdı, belə olur. Biraz qaranlıqdır bura, narınızı da tam öz rənginə uyğundur. Yani yumuşaqlığı da yaxşıdır. İnsan maşında yatmağa yarayar. Gede yatmayaq. Belə tentlərimiz var. Bagaj üçün polkadır. Uzaqdan dur, uzaqdan göstər bəs. Çox yaxınlaşmaya gəlir. Belədir. Buralar belə keçir bagajın içine. Sonra telefon şarj koymaq yerinə də izinlərimiz var belə. 3 rəng var burada. Dəstəkləyir, yəni adaptörü qoyanda, telefon qoyanda zaryadkanın önünü almır. Bunlar nə üçündür? Bunlar Yunizedir. Yunuzeye çexollardır. Hə, çexollardır, balışlıdır, balışsız variantlar da var. Bu boz ağ tər salon üçündür. Burada hamısının üzerində Yunize yazılıb. Bu bel palçukalarda arxasında. Materialın keyfiyyətində dərəcədə. Belə zahirən keyfiyyətli material oxşuyur. Amma dermantin də sözsüz ki, yəni o hər kəs bilir. Təmizlər olmayacaq o. Kərpiç salon üçündür. Bu Yunize maşını üçün padnoşkalardır. İçinin Krankenstein'lar zadamız yerindədir. Hərəsində 5 tane. Hələ açılmayıb amma biləsiz. Hə, açılmayıb. Sonra belə şarj alətlərimiz var. Evdə qoymaq üçün yəqin ki. 3.5 amper. 3.6 kilovatdır. Smart Wi-Fi bluetoothludur. Telefona qoşulur da belə başa düşürsən. Qoşulur. Telefondan da görə bilirsiniz. Başlıqdır, Avropa bir kaldı da, yəni 2 dənədir buzu. 3 dənə əldən deyil. Yəni bəzi maşınlar bizdə də belə gəlib, amma bəzi maşınlarda fərqli gəlirdi. İçində sumkası var. Başlıq axtarmayacaqsan adını. Hə, düzdür. 8-10-16 amperə kimi yüksəltmə olur. Sonra Yunize üçün organizer qablarımız var. Bu arada sokun içinə var belə. Kərpiz rəngdir prosta. Çeşid başqa rəng yoxdur. Ancaq kərpiz rəngdir bu, xəbəriniz olsun. Hə, kərpizdir. Bu da içinin 3 gözü var, o rezinləridir. Sonra belə Yunizenin içində bütün boşluqları doldurmaq üçün dəst belə rezinlərdir. Stakan yerinə, zibilqar yerinə, hər yerinə. Rezin aksesuarlar. Kənar, ekran monitorunun kənarlarına rezin var belə. Bunun bu rəngi də var. Poster salon üstündə. Sonra belə var, maqnitli, şarj zamanı yağış yağır eləyir, tokda qoşulanda maqnitlə yapışır. Fartuk kimi belə üstündə. Hə, üzərinə atmaq üçün. Faydalı bir şeydir. Sonra maşının Yunizeyə daha çox yanaşmamız belə qulplardır, dəst satılır. 4 komplektdir. Açarlıqlar da var əslində. Yəni açarın üzərinə Açar qabları da var. həm Q7-yə var. Bu Yunizeyə Scores başlığıdır. Burada bu rəngdir, bir də parçası var. Onun parçası var yəni. Hə, parçası. Bu Yunizenin bagajına rezin içliklərinin ambiyansdır. Rəng növləri də var. Ağ da var, narıncı fason da var. Açar şeyləri də götürsərək həm Q7-yə, həm Yunuzəyə. Bir də burada gözümə yazıları dəyir. Yəni çanqan yazıları falan da var. Logolar var. Bunlar Yunize üçündür. Belə var, belə var. Restavliklərimiz var Yunize üçün. 207'ye yox. Belə Yunize yazılı. Nikel. Tam öz komplektasiyasında. Q7 üçün yoldadır. Hə, onlar aynı axı olacaq. Yəni ayın axırına Q7 üçün gələcək inşallah. Hələ ki Yunize var. Sonra 207 belə body kitlərimiz var. Diffuzerdir, spoilerdir, bagajın arxasına da bu üçünün pakovka da göstərəm belə. Yəni dəst satılır, ayrı-ayrı satılır. İstəyənlər nömrə qoyacağıq, məlumat almaq üçün əlaqə saxlaya bilərlər. Yunizedə barın altına belə silikonlu
Qardaşların yeri Nərimanov da yerləşir. Yəni burada da gəlib canlı-canlı da baxa bilərsiz. Geniş Sərfiz rəngi var sırf bunun. Sonra bunlar hamısı Vestravlikdir. Belə burada ledlər var yönüzə üçün. Qabağı. Komplekt, orijinal, bütün şteker zad içində. Bu L hərfli var, duman işıqlar ledlər olardı. Sonra belə Çangan logosunun qabağa olan variantı var. İşıqlıdır, arxası yapışqanlıdır, arxaya getmir, qabağa gedir. Ancaq ön hissəyə yaradır, yəni xəbəriniz olsun. Ştekeridir, qoşulur elektriklə. Q7 üçün olan o açar şeylərini də göstərdiniz siz orada. Bizim əsas Sürekli üçün də belə knopka kimi olan knopkalara lazımdır ki, itməsin. hə, Yəni yumşaq plasmasdan düzəlir. özünün burloku var. Və üzərində də burloklar, müxtəlif növ burloklar var. Bir neçə növ. Rəngləri də mövcuddur, yəni ağ da var, qara da var. Narıncı var yoxsa ancaq ağ qaradır? Ağ qaradan uzaq. Bu yunizə üçündür belə yekə. İçində özünün şurupları zat var. Bu da badam formalı 207 formasında. 207-nin o ikinci açarı var. Bəzilərində bu şəkildə gəlir, bəzilərində bu şəkildə gəlir. Bunların da hamısının burlokları var, yəni içində olur. Burloklarda var, burloklarla bərabər. Belə nə burloku da var. O tent bayaq göstərdim. Ondan yunizəyə də mövcuddur. 207 üçün də mövcuddur. Yəni o bagaj tenti həm yunizəyə də var, yəni xəbəriniz olsun. Belə qol altı padışkadır. Üstünün zibilliklərdir yanından belə asılı. Üstü paxlavalıdır belə. Arxası cırt-cırt. Tam maşınların üzərində gələn formada deyil. Yəni seçilmir, yəni maşından belə başlar. Bu kərpiç salon üçün. Salon əlinə bilə-bir eyni, yəni seçilmir. Bax, 207 üçün lidardır. Belə iki tərəfli yapışqanı ilə yapışır. Hə, görkəm üçün də ancaq. Hə, elektronikaya qoşulmur. Lidar, o da açıq variantı var idi. Mən görmüşdüm artıq burada açıq Lidarın variantı. bir dənə açığı var. Görmüşdüm artıq, birini görmüşdüm. Yəni bəziləri taxdırır, görmüşəm. Hə, açığı var. Yəni budur. Yəni maşınınızda lidar görkəmi verəcək, sadəcə başqa bir şey yaramır. Taxtıranlar da var. Bu qədərdir. Yəni yeni məhsullar da yəqin ki gələcək. İnşallah əlaqə saxlayarsınız. Əlaqə saxlayarsınız. Yunizə üçündür. Bunlar da Belə bagaj valnat məsələn. Zbor. Bu sirenyanın arxalarına keçir. Sağa sola. Bu da bagajın içinə tərsinə qoyur. Belədir. Yunizə yazılı. Başqa bu qədər. Allah bərəkət versin. Siz əlaqə saxlayın. Qardaşın nömrəsini yazacağıq. Olmayanlar da yazsınlar direktə, mən birbaşa cavab yazacağam. Bir də bu yadımdan. Hə, qardaşın yadından çıxdı. Çəpollarımızda mövcud. Hə. Bu qaradır, üstünə yazılır. 360 keçmədir birbaşa. Narıncısı da var, ağı da var, bir yuxarıda. Ağ, narıncı, qara. 3 rəngin üçü də var. Orada yuxarıdadır. Bu da digər rənglərdir. Asılqanları ilə bir yerdə. Hə, bu keçmədi, yəni xəbəriniz olsun. Airbag, isitmə, soyutma heç birinə maneə törətmir. Hamısı nəzərə alınır. Birə-bir naxışları ilə kontrol olunur. Əlaqə saxlayarsınız inşallah. Allah'a emanet olun. Selamun aleyküm və rəhmətullah.